xanım üçün də belə saçımı darayan yerdə video çəkmək istəyirəm ki, xanım, yapışqan saç, qaynaqlı saç, nə bilim cırt-cırt, parik, onları hamısını saçı darayandan sonra eləyirlər. Çünki qopma ehtimalları olur. Yəni, sizin üçün belə darayıram. Həm tökülmədiyini göstərmək istəyirəm ki, saçlarım mənim məhsullarım sayəsində necə bərkdir ki, tökülmür. Mənə deyirsiniz ki, sən saçını niyə yığmırsan? Mən bu saçı necə yığım? Bir dənə saça bax. Yapışqan saçdır. Nəqə yapışqan güclüdür. Yapışqan saç özdə necə olur? İlk dəfədir. Pariki bildik. Nə bilim, qaynağı bildik. Cırt-cırtı bildik. Bu yapışqan saç nədir? Bu da təzə çıxdı. Sizin sayənizdə təzə şeylər öyrəndim mən. Nə bilim.